Ben deyərdim insanın hayatta en ağır imtihanı özününkilərlə imtihan olunmaq. En çətin imtihandır. Düşmənlə imtihan olunmaq bunun müqabilində asandır. Düşmən insanın canını ala bilər, insan şəhadətə çatar. Amma bu qəlbə xəncər vurur. Qəlbə xəncər vurur və ona tab gətirmək çətin olur, ağır olur. Düşmənlə döyüşməkdən daha çətin dostun vəfasızlığına dözməkdir. Bu bəlanın bir növüdür, xüsusi bir növüdür.